Mən Fərid Mustafayev 5-ci yüksəliş müsabiqəsinin qaliblərindən biriyəm. Hal-hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin baş ofisində risklərin təhlili və hesabatlığı şöbəsinin rəhbəri olaraq çalışıram. Mən ilk dəfə 4-cü yüksəliş müsabiqəsinə qatılmışdım. Təəssüf ki, final mərhələsinə keçə bilmədim, amma təəssüratlarım çox böyük olduğuna görə elə həmin gün qərar vermişdim ki, bundan sonrakı yüksəliş müsabiqəsində də mütləq iştirak etməliyəm və qeydiyyat açılan kimi 5-ci yüksəliş müsabiqəsində də qeydiyyatdan keçdim. Yüksəliş müsabiqəsi haqqında ilk dəfə 2-ci yüksəliş müsabiqəsinin gedişində xəbər tutmuşdum. Daha sonra 3-cü yüksəliş müsabiqəsi zamanı dostlarımın da qatılması ilə daha ətraflı məlumat əldə edə bildim və elə həmin an qərar verdim ki, mütləq növbəti yüksəliş müsabiqəsinə qatılmalıyam. Və mənim yüksəlişim 4-cü yüksəliş müsabiqəsinə etibarən başladı. Mənim orta məktəb illərində oxuduğum bir Yunan əfsanəsi var idi. Səhv etmirəmsə, Milonun buzovu adlanırdı. Orada sonda belə bir cümlə var idi ki, uğur bir neçə böyük addımla yox, yüzlərlə kiçik addım hesabına qazanıla bilər. Yəni, vaxtaşırı inkişaf etmək yox, hər gün kiçik addımlarla da olsa mütləq inkişaf etmək lazımdır və mən bunu öz təhsil və karyer həyatımda hər zaman rəhbər tutdum. 4-cü yüksəliş müsabiqəsində yarımfinal mərhələsindəki məğlubiyyətimi demək istəyərdim. Belə bir deyim var ki, qalibiyyəti sahiblənən çox olur, amma məğlubiyyət isə həmişə sahibsizdir. Ona görə də mən də 4-cü yüksəliş müsabiqəsinin yarımfinal mərhələsində uğursuz olduqdan sonra əvvəlcə bir çox insan kimi müəyyən bəhanələr axtarmağa başladım. Daha sonra tam detallı öz çıxışımı üzərini təhlil edərkən anladım ki, öz səhvlərim nələrdən ibarətdir və nələri inkişaf etdirməliyəm. Və 4-cü yüksəliş müsabiqəsində qazandığım təcrübə və özümü inkişaf etdirmə hesabına 5-ci yüksəliş müsabiqəsində qaliblərdən biri ola bildim. Yüksəliş elə məhz bu gün sizinlə başlayır. Nəyə görə? Ümumiyyətlə, insanın ən böyük rəqibi həmişə özüdür. İnsanın rəqibi, sizin rəqibiniz dünənki sizsiz. Əgər dünənki sizlə müqayisədə bu gün daha yaxşısınızsa, həm həyatda, həm yüksəliş müsahibəsində mütləq uğur qazanacaqsınız. Ona görə də daim öz üzərinizdə çalışın, özünüzü inkişaf etdirin və mütləq uğur sizinlə olacaq. Yüksəliş sizinlə davam edir.